Ötən gün İsrailin hərbi təyyarələrinin Təbriz ətrafında hərbi obyektlərə indirdiyi zərbələr nəticəsində Sepah polkovniki həlak olub. Bu barədə İran mediası məlumat yayıb. Öldürülən komandirin Səhənd şəhərinin bəsic qüvvələrinin fəth qərargahının komandiri Yusif Möhsini olduğu bildirilib. Qeyd edək ki, bugün Təbriz ətrafındakı hərbi obyektlərə endirilən zərbələrdən sonra ümumilikdə 18 nəfər ölüb, 35 nəfər yaralanıb. İsrail Hərbi Hava Qüvvələri Tehranda İran rəhbəri Əli Xamneyi və Prezident Məsud Pezeşkiyanın iqamətgahlarının yerləşdiyi Pastor bölgəsinə zərbələr endirib. New York Times nəşrinin verdiyi məlumata görə Tehranın ən ciddi mühafizə olunan bu bölgəsində güclü partlayış səsləri eşidilib. İsrail mediası bunun İranın İsrailə raket hücumlarına cavab olduğunu bildirib. İranın rəsmi mediası bununla bağlı rəsmi açıqlama verməyib. Sepahın Telegram kanalı Pastorda hava hücumundan müdafiə sistemlərinin fəallaşdığı barədə məlumat yayıb. Yanlış hesablamalar İranı İsrailin geniş miqyaslı hərbi kampaniyası qarşısında zəif duruma salıb. Bu barədə New York Times'ın İran rəsmiləri ilə müsahibəsinə əsasən hazırladığı məruzədə bildirilib. New York Times'ın İran rəsmiləri ilə müsahibəsinə əsasən hazırladığı məruzədə bildirilib. İran tərəfi hesab edirdi ki, İsrailin hücumu Amerika və İran arasında davam edən nüvə danışıqlarının növbəti mərhələsinə qədər baş verməyəcək. Onlar səsləndirilən təhdidlərin sadəcə psixoloji təzyiq olduğunu düşünürdülər. Məhz bu arxayınlıq səbəbilə bir sıra önəmli ehtiyat tədbirləri diqqətdən kənarda qaldı. Sepahın yüksək rütbəli komandirləri, o cümlədən general Əmir Əli Hacızadə bir araya toplaşmamaqla bağlı göstərişlərə əməl etmədilər. Nəticədə Tehrandakı hərbi bazada keçirilən görüş zamanı İsrailin hava hücumu ilə öldürüldülər. New York Times'a danışan rəsmi şəxslər isə bildirirlər ki, hücum gecəsi yüksək rütbəli komandirlər təhlükəsiz evlərə çəkilməyə əvəzinə adi evlərdə qalıblar. Bu isə son dərəcə taleyüklü bir qərar oldu. İsrail İran ərazisində iri şəhərlər və strateji əhəmiyyətli infrastrukturlar da daxil olmaqla azı 15 obyektə zərbələr endirib. Hücumlar nəticəsində hava hücumundan müdafiə sistemləri, raket bazaları və Natans nüvə obyektinin yerüstü hissəsi ciddi şəkildə zədələnib. Hazırda İran rejimi bu kəşfiyyat uğursuzluğunun doğurduğu fəsadları aradan qaldırmağa çalışır. Gecə saatlarında Tehranın Müəllim küçəsində İran Silahlı Qüvvələrinin baş qərargahı yaxınlığında güclü partlayışlar olub. Bu haqda İranın Nur News saytı məlumat yayıb. İsrail Hərbi Hava Qüvvələrinin indirdiyi zərbələr nəticəsində baş verən partlayışlar zamanı dağıntı və itkilər barədə açıqlama verilməyib. Sepahın Telegram kanalı da güclü partlayışların baş verdiyini yazıb. CNN 2 Amerika rəsmisinə isnadən xəbər verir ki, İsrail hərbi kampaniyası ilə İslam Respublikası hakimiyyətini devirməyə cəhd edə bilər. Mənbə CNN-ə istinadla bildirib ki, İsrailin hücumunun əsas məqsədinin rejim dəyişikliyi olduğuna dair heç bir aydın sübut yoxdur. Lakin Amerika rəsmiləri İsrailin bunu bir fürsət olaraq görə biləcəyini bildirib. CNN mənbəyə isnadən bildirir ki, Trump administrasiyasının belə bir addımı dəstəkləməyəcəyi bəlli deyil. İsrail Müdafiə Qüvvələri raket və pilotsuz uçuş aparatlarının buraxılışı üçün istifadə olunan 2 İran hərbi hava bazasına zərbələr endirib. Bu barədə Ordu Mətbuat Xidmətinin bəyanatında deyilir. Məlumata görə zərbələr İranın qərbindəki Həmədan və şimalındakı Təbriz hava bazalarına, həmçinin ölkənin şimal-qərbindəki yer sinifli raketlərin buraxılış meydançasına edilib. Hücum zamanı onlarla İran PUA-sı və yer sinifli raket qurğuları məhv edilib deyə məlumatda qeyd olunub. İranın İsrailə indirdiyi raket zərbələri nəticəsində geniş miqyaslı maddi ziyan dəysə də insan tələfatı az olub. Bu barədə Təl-Əviv hərbi dairəsinin komandanı bildirib. Mülki şəxslərin təxliyə təlimatlarına əməl etməsi sayəsində zərər çəkənlərin sayı nisbətən azdır. Geniş miqyaslı dağıntıları nəzərə alsaq, onların hamısı cüzi yaralanıb. Belə, hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.